Salam əziz və dəyərli izləyicilər, hər birinizi salamlayıram. Həftənin ilk iş günündə fikirləşim hansı mövzunu toxunum bugün və belə qərara gəldim ki, yəni axır zamanlar daima işlənən mövzulardan biridir. Xoşbəxtliklə uğur mövzusunu toxunmaq istədim bugün. Bu kütləvi informasiya vasitələrində daim işləyirik axır zamanlar. Yəni uğur qazansaz, xoşbəxt olasınız. Bunu bizə yediriblər bizim beynimizə ki, yəni uğur xoşbəxtlik deməkdir. Amma o çox səhv düşüncədir ki, yəni uğur xoşbəxtlik demək deyil. Və istədim elə qısa da olsa gün şəkil çəkəm. Düzdür, məndən yaxşı rəssam çıxmaz, amma nə qədər də olsa istədim belə bir şəkil çəkəm. Bu bir tərəzidir. Bura uğur sözünü yazaq. Uğur. Burada xoşbəxtlik. Və bizə deyirlər ki, yəni kütləvi informasiya vasitələri bizim istəyimiz olmadan insanların beyninə yerdirlər ki, yəni əgər siz uğurlu olsanız, xoşbəxt olasınız. Və belə yazıram ki, uğur, belə xətt çəkirəm ki, xoşbəxtlik demək deyil. Xoşbəxt olmaq demək deyil. Əksər ətrafınızda insanlara fikir verin, yaxın əziz olan və yaxud da ki, başqa insanlara. Uğura məqsədlərinə çatıblar, amma xoşbəxt deyirlər. Amma xoşbəxtlik, hər şey xoşbəxtlikdən gəlir. Yəni, insan xoşbəxtdirsə və öz məqsədini seçirsə, uğurlu olanda da xoşbəxt olacaq. Amma yəni, uğur xoşbəxtlik demək deyil, amma xoşbəxtlik uğur deməkdir. Siz insan sevinçli olanda, xoşbəxt olanda heç vaxt heç kimlə müqayisə eləmir. Ona ki, o xoşbəxtdir, sevinçlidir. Amma insan uğuru fikirləşəndə həmişə sizdən kimsə yüksəkdə uğurda olan olacaq. Həmişə kimsə sizdən güclü olacaq, ağıllı olacaq, yüksək pillələrdə olacaq, yəni vəzifələrdə. İnsan daimi müqayisə eləyəcək özünlə onları və özünü məruz hiss eləyəcək, məğlub hiss eləyəcək həyatda. Ona görə də uğur xoşbəxtlik demək deyil, amma xoşbəxtlik əgər sevin, uğur deməkdir. Yəni, bizə yeridilər ki, yəni, deyirlər ki, yəni, uğur qazansaz, məqsədinizə çatsaz, amma kimin məqsədinə? Birinci sual yaran kimi, əgər öz məqsədimizə, hansı ki, bizi yaşadır, sevinç verir, o başqa sözdür. Əgər kütləvi informasiya bizə yeridən məqsədlərdən, uğurlardan danışsa, o xoşbəxtlik verməyəcək bizə. O səhv düşüncədir. Əksər insanlara fikir verir, uğura çatıblar, məqsədə çatıblar, amma xoşbəxt deyirlər. Və belə bir ulduz çəkmək istəyirəm bura. Burada iş, burada sağlamlıq, burada münasibətlər, ətraf insanlarla sizin necə münasibətiniz var? Münasibətlər, demək iş, sağlamlıq, münasibət, sevgi və burada maddiyyat, pul. Bu rifahın, yəni xoşbəxtliyin rifah halının bir düsturudur. İş, sağlamlıq, münasibət, ətraf insanlarla münasibətdə necəsiz? Müsbət münasibətdəsiz və yaxud da ki, mənfi münasibətdə. Sevgi və maddiyyat. Yəni bunlar hamısında siz nail olsanız, yəni sağlamlığınız yerindədirsə, münasibətlər əladırsa ətraf insanlarla, sevgi varsa, işinizi sevirsinizsə, yəni sevdiyiniz işdirsə və o maddiyyat gətirirsə, bu demək ki, xoşbəxtsiniz. Və xoşbəxtliyin görə bir düstur var ki, yəni insan əgər işə sevinə gedirsə və işdən evə ailəsinə sevinə qadirsə, xoşbəxtliyin görə deyirlər ki, belə bir söz var ki, ifadə var ki, bu xoşbəxt insandır ki, yəni sevə-sevə işinə gedir və sevə-sevə əksinə evinə qayıdır, ailəsinə qayıdır. Əksər insanlar əksinədir, işə sevinçsiz gedirlər, amma evlərinə qaydanda sevinç hissinə qayıdırlar. Yəni budur, rifah halı, xoşbəxtliyin bir düsturu. Əgər işinizi sevirsinizsə, sağlamlığınız yerindədirsə, sevgi varsa həyatınızda, münasibətlər ətraf insanlarla müsbətdirsə və sevdiyiniz iş sizə maddiyyatla təmin edirsə, pul gətirirsə, xoşbəxtlikdir. Və burada yazmışdım ki, xoşbəxtlik həmişə uğur deməkdir, uğura gətirir. Amma uğur xoşbəxtlik deyil. Sadəcə o sizə kütləvi informasiya vasitəsindən yeridiblər ki, uğur qazansaz, amma baxır kimin uğurun, kimin məqsədini seçmişsinizsə. Yəni onlar öz məqsədini, uğurunu deyirlər.
sizin istəyinizlə demirlər. Sadəcə beyinə yedirirlər kütləvi formada. Bütün insanlar 90% elə düşünürlər ki, bunların məqsədidir. Amma demirlər ki, televiziyadakı olan insanların məqsədidir. Sizin öz məqsədiniz deyil. Və qısa da olsa istədim elə bunu toxunam bugünkü mövzuna. Gördünüz, tərəzini çəkdim ki, yəni xoşbəxtlik uğur. Əsas sevincli olmaq lazımdır. İlk baxışdan insan sevinç hissi varsa və öz məqsədini seçirsə, məqsədinə, hədəfinə çatanda da sevincli olacaq.